Salam, hər biriniz kanalıma xoş gəlmisiniz. Necəsiz? Ümidvaram hər biriniz yaxşısınız. Bugün ev şəraitində sarı alçıdan palçıq turşusu hazırlayıram. Palçıq turşusu Azərbaycan mətbəxində, ələxüsusda Talış mətbəxinin yeməklərinin hazırlanmasında istifadə olunan sosdur. Ləvəngi, ət yeməklərində turşməzə şirin notlar qataraq xörəklərə yaxşı dad verir. Palçıq turşusu həm marinad, həm də yağlı yeməklərin yanında sos kimi süfrəyə verilir. İndi isə keçək hazırlanmasına. Mən 3 kilo alçadan hazırlayacağım. İlk öncə alçaları yuyub bir qazana tökürəm. İçərisinə azca su əlavə edib ocağa yerləşdirirəm. Qaynamağa başladıktan sonra yığılan kəfi kəfkirlə yığıram. Alçalar bişib yumşaldıktan sonra ocaqdan götürüb soyuduram. Dərin bir qazanın içərisinə aşdüzən yerləşdirib tam yumşalan, tomları ayrılan alçaları aşdüzənə töküb, tomları qabıqlarından ayırıb aşdüzəndən keçirdikdən sonra qazana töküb ocağa qoyuram. Su buxarlanıb qatlaşana qədər qarışdıraraq, kəfi çıxdıqca yığaraq bişirirəm. Qaynayan alça turşusuna zövqə görə 2 yemək qaşığı duz və 1 yemək qaşığı şəkər tozu əlavə edib qarışdırıram. Hazır alçadan palçıq turşusunu bankaya töküb qışa saxlaya bilərsiniz. Ancaq mən biraz qatı sevdiyim üçün başqa qaba əlavə edib 2 gün günəş işığında qoydum. Sonra bankalara yığıb qışa saxlayıram. Bu reseptlə məndə 1 ədəd 400 qramlıq, 1 ədəd 350 qramlıq banka palçıq turşusu alındı. Bu reseptlə hazırlayacaq olan hər kəsə indidən nuş olsun. Mənə ən böyük dəstəyiniz, videomu bəyəndinizsə, yaxınlarınızla bölüşməyi, kanalıma abunə olub videomu bəyənib, şərh bölməsində şərh yazmağı unutmayın. Videomu sona qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Hələlik.